İnan qorxmamaqdır. Məsələn, mən biraz qorxaq duyğular, hisslər var da. Qorxmaq, yəni məsəl üçün mən sizə etiraf eləmişəm də ki, məsələn mən əvvəllərdə, yenilərdə deyirdim ay Allah, yaradana şükür desəm, mənə görəsən nə deyərlər? Düşüncəmə bax, elə bir ki pis söz deyirəm də. Və yaxud da məsləhətinə şükür desəm, mənə görəsən bu adamlar nə deyərlər? Deyərlər ağlı çaşıb bunun. Amma bunu zamanla elədikcə imana, insanlar inan Allaha məni özləri səhər açılan kimi gün ərzində inanın Allaha, gün qurtarana qədər yaradana şükür mənə yazırlar. O məsəl üçün əlvə telefonu götürürsən ki, WhatsAppda nəsə yazarsan da düzdür. Mən götürəm əlimə telefonu görürəm, mənə gəl məsləhətinə şükür. Yaradana şükür. Ay bala bunu mənə niyə yazdırsınız deyirəm. Mən başa düşürəm ki, bunların artıq qəlbində cücərib və o toxumu mən sətmişəm. Və mənə də yazırlar, nə xoşbəxt mənim halıma. Hərdən də yazırlar, qadağan olsun. Qadağan olsun belə. Ona görə dedim, qoy bunu soruşum sizdən. Bu sözlə yaradana şükür, məsləhətinə şükür, bunu bildik. Bu qadağan olsun sözünü hansı tərəfdən yanaşaq ona? Mən nə bilim, nə qadağan olsun. Heç nə də eləcə nə yaradana şükür deyirlər ki, eləcə elə yazırlar da. Əlbəttə, kim beynində nəyi düşünür, odur da yəqin, hə? Bir yerində deyilib gözəl məsəldir. Könül nəyi sevirsə o da gözəldir. Onda qorxmuram. Onda qorxmuram. Allah məhəbbətdir. İnsansan, insanlığı sev. Allah məhəbbətdir. Məhəbbətdə yaşayan, məhəbbət deyəndə eşq macerasını demirəm isə. İnsanlıq sevgisindən gedir. İnsanlıqsa, insan olmaqda. Məhəbbətdə yaşayan Allahda, Allahda onda yaşayır. Məhəbbətdə nə yüksəklik, nə alçaqlıq, nə də qeyri-millətçilik vardır. Hər kəs Allahın məhəbbətində eynidir. Oxuyubsan mı bunu İncildə? Yox, yalan deyərəm. Məhəbbətdə qorxu da yoxdur. Əksinə kamil məhəbbət qorxunu özündən qovur. O zaman qadağan olsun deyiləndə elə mən də ona məsləhətinə şükür deyib cavab verirəm. Bəs olun. Əgər məndə qorxu varsa, ən gözəl qurtuluş üçün, ən Heç rahat nədən üçün. qorxmaq lazımdır. Məsləhətim. Bəli. Hər addımda sən Allaha sığınırsansa, hər baxışda Allahın zərrəsini görə bilirsənsə, sən nədən qorxursan? Amma Emana, məni eşitdiyimi deyirəm. Deməli, çox güman ki, İncildən oxuyub bu qadın, mən yalanım. O deyirdi ki, siz də dizaynda inan kitabı. O deyirdi ki, vaxt gələcək. Bütün kitablar əldən alınacaq. Siz bu yazıları süzgəcdən keçirib ağlınızda saxlayın. Yəni, oxuduğumuz bütün kitablar, dini kitablardan söhbət gedir. Onlar deyir, hamısı əldən alınacaq. Bu, yeni dünyanın kitabsız qurulmasına bənzir, yoxsa orada da olacaq kitablar. Yəni, artıq deyir, o kitabların dövrü bitəcək. Yəni, bu bildiz nə anlamda deyir o? Yəni artıq şey olmayacaq da. Bir var, məsələyə deyir, bir kitab yazıb versələr sənə, aç, oxu, məna tap, uyma cilidinə. Yəni, cilidli olmayacaq. Görürsən, bu qədər söhbət edirəm də, bu söhbətlərin içərisində artıq bir söz tapa bilirsənmi? Və yaxud da, Necə deyir? Gör nə demiş atalar, qısa sözdə olar dərin mənalar. Boş, mənasız sözlər kimə gərəkdir? Kim bu sözləri sona tək dinləyəcəkdir? Söz o zaman verər mənfəət ki, aləmə səs sala qazanışır. Alçaqlıq nə də qeyri-millətçilik vardır. Hər kəs Allahın məhəbbətində eynidir. Oxuyubsan mı bunu İncildə?